Azərbaycanda tibb kadrların hazırlanmasında tələbələrin seçimi əsas faktorlardan biridir və bu prosesdə Azərbaycan Tibb Universiteti üçün çox etibarlı tərəf təşkilatlardan biri olan Dövlət İmtahan Mərkəzidir. Artıq uzun illərdir ki, Azərbaycan Tibb Universiteti arasında və Dövlət İmtahan Mərkəzi arasında çox dərin və məhsuldar əməkdaşlıq davam edir. Dövlət İmtahan Mərkəzi bugün artıq təkcə imtahan aparan bir qurum və bir müəssisə deyil. Digər ali təhsil müəssisələrlə birgə hazırlanan kadrlar, o cümlədən tibb kadrların keyfiyyətli, professional olmasına əsas təminat olan sistemdir. Və mən xüsusən vurğulamaq istəyirəm ki, son illər Dövlət İmtahan Mərkəzində tətbiq olunan yeni texnologiyalar, məlumatların analizi, daimi təkmilləşdirmə bu qurumun ölkədə olan təhsil proseslərinə yanaşmanı göstərir. Azərbaycan Tibb Universiteti olaraq Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıqdan biz çox faydalanırıq. Çünki təkcə tələbələrin və gənclərin seçimində yox, həmçinin növbəti mərhələlərdə proqramların təkmilləşdirilməsində, rezidentura qəbul prosesində, sualların formalaşmasında, zəif bəndlərin aşkara çıxarmasında Dövlət İmtahan Mərkəzi bizə böyük köməklik göstərir. Və bugün bu yubiley ərəfəsində Dövlət İmtahan Mərkəzinin rəhbəri, hörmətli Mələkə xanımın rolunu danmaq qəti mümkündür. Çünki məhz onun yüksək professionallığı, işə yanaşması, daimi təkmilləşdirmə prosesi Dövlət İmtahan Mərkəzinin uzun illər ərzində çox keyfiyyətli fəaliyyətinin təminatçısıdır. Bugün Dövlət İmtahan Mərkəzinin yubiley ərəfəsində Azərbaycan Tibb Universiteti adından, professor müəllim heyətimiz və tələbələrimiz adından və şəxsən öz adımdan Dövlət İmtahan Mərkəzinin bütün əməkdaşlarını başda hörmətli Mələkə xanım olmaqla ürəkdən bu şanlı yubiley və münasibəti ilə təbrik edirəm və onların gələcək fəaliyyətində daha böyük uğurlar arzulayıram.